Bu dəqiqə ümidvardan gəlirəm. Heç biri bizi qəbul eləmir. Başları qarşı o sevişənlərə, Günay İbrahimova, kimə, artistlərə. Zaurun verişinə mən girə bilmirəm. Aynəsə gedirəm, girə bilmirəm, ha qardaş. Qızı qırıb batırır bizi. Dağıdırlar ölkəni. Elə eşidirlər Qarabağ. Heç kəs baxmır. Heç kəs baxmır. Bax bu dəqiqə 9-cu bölmədən gəlmişəm. Şikayətlə bağlı. Səttar Mehbal yerdən qorxurlar. Nəyə daşıyırsan o paqonu? Bu dəqiqə burada birinə şillə varsa mənə parpa salacaqlar içəri. 300 manat, 500 manat ver qoyum zimə Range Rover sürür. Qoy baxsın, utansınlar da. Mənim qardaşım bacım oğlu Ağdamda, Tozda, Gədəbəydə qulluq edir, onun nəvələri oğlu peysərə verir, gəzirlər. Qoy xalq baxsın. Niyə? Gedib torpaq qoruyacam bu gündən belə. Kimi qoruyacam? Sətləri qoruyacam. O biri nazirləri qoruyacam ki, baxsın. Utansınlar da. Qəbul eləmir mənim ümid var. Başı qarşı hələ romantik həsrələrə, sevişmələrə. Belə günü çəksin. Çəksin, versin, xalq baxsın. Günahı çəkməsin, obrizlərini çəkməsin. Belələrini çəksinlər ki, özünü intihar edir. 4 uşağa mən baxıram. Fəhlə adamam. Xəzər dəniz gəmisində işləyirəm. Sakirşehirə salıb məni işdən çıxardır. Hara getməliyəm? Zaur elə arvadından boşananların qoy razbırat eləsin, xalqın dərdli insanların dərdinə şərik olmasın. Bədbaxt günlərdir. Bu medalı mən ulu öndərimiz Heydər Əliyev tərəfindən medala layiq görmüşəm. Mən pis vəziyyətdə olan o boyda devlət mənə yiyə durmayıb, Allah ölənlərə rəhmət eləsin. Qaçqın bir insan bir çomasın verib Masazırda 9 ildir mən orada qalıram. Bir qolu işləməyən adam. Hardan baxırlar, evi verirlər artistlərə, mütüriflərə. Gələk biz də hamımız arvad paltarı gibi artist kimi çıxaq televizorlara, ondan sonra bizə ilə maraqlansınlar. Sonra bizə desinlər belədir. Kim ki yaltaqdır bu ölkədə oğa baxırlar, oğa qiymət verirlər. Mərd mərdanə döyüşən, can qoyan oğlanlar kişilikdən danışanda deyirlər ağzuzu yaxalın, kişi var indi. Bu sözü qulağımızla eşitmişik. Onlar kişi dörsə bizlər kişi öz kişiliyimizi onlara sübut eləyəcəyik. Bəs sebeblə haqsızlıq elədilər. Bu millətin, bu xalqın, bu şikast olan evlatlarının, bu millətin nümayəndələrinin qanın, canın yiyə-yiyə onlar əmələ gəlib. Onlar bir gün o qanı qusacaq. Belə olmaz. Bəs nə vaxtacan bu uşaqlara zülm olunacaq? Evi rüşvətlə ev verirlər. Qarabağ əllərinə ev veririk, pulsuz, pənəsiz ev dişilir. Hamısı yalandır. Birini əksinə verirlər, qalanlarından pulun alırlar verirlər. Qarabağ əllərinin lazımı kimi, kişi kimi əqidə ilə döyüşən oğlanlar qalıb çöllərdə. Artistlərə, devlət üçün, vətən üçün bir də güllə atmağa belə gedib əlin vurub qaydanlar bizdən yaxşı yaşayır, rahat yaşayır. Mərd mərdanə döyüşən oğlanlar qalıb çöllərdə. 19 yaşımdan getmişəm, Allah yolunda nəzir demişəm, getmişəm müharibəyə. Hanı mənim yaşayışım, günüm güzaranım? Hanı? Yaxada medal gələn oğlanım başım bədənimdən ayrılıb. Hansı qayğını verib devlət mənə? Nərimanov rayonuna gedirəm, icra hakimiyyəti təyin olunandan bəri mən onun qəbuluna düşə bilməmişəm. Yoxdur bu adam. Adı var ki, Nərimanov rayon icra hakimiyyətinin qəbul günü var. İcra hakimiyyətinin özü yoxdur. Nərimanov deyil, sizi satıldı. Gəlir, mavinləri qəbul edir, heç bir dərdə də dərman olmur onların qəbulu. Nə? Darıxma, ev verəcək, Məmmədov, bilirik sən qəhrəman döyüşsən, ulu öndərimiz tərəfindən medala layiq görülmüsən, biz bilirik sən necə layiqli döyüşçü olmuşsan, hər görüşdə bir də yastıq qoyurlar başımın altına, o boynum mazol olub, kürəyim ağrı düşüb, ta yastıqla yata bilmirəm mən. Belə olmaz, bizim məndən başqa nə qədər əli yoldaşlarımız hamısı aldadılır, hamısı yastıq qoyurlar başının altına gedir, ömür keçib, bizim ən yaşı az olanımız 40-dan yuxarı yaşı var. Hasan görə, biz balalarımıza da Zaur yazıq, balalarına cavab verə bilmədi ki, ayata, biz acımışıq, çörək gətir. O cavab verə bilmədi, getdi ağlayaqlı özün yandırdı. İndi deyirlər ki, başı xarab olunca, balaların qabağında adam özün yandırar. Onun yarı həddinə gəlib çıxsaydı, ona düzgün mövqe tutmayıb deyən insanlar, onlar özün, balaların birinci yandırıb, sonra özün yandırardı. Bunlar var, bu düşünmək lazımdır. Gəl əqidəvsiz şişas şəkildə baxmayaq belə şeylərə. Görün, baxağın, düşünək insan kimi ki, gör hansı həddə gəlib çıxıb bu bədbəxt, hər şey gözündən çəkilib, bu torpaqda, bu vətəndə yaşamağa nə balalarımın, nə mənim yerim yoxdur. Özün ot vurub yandırıb. Çoxlar deyirlər ki, düz eləmir, uşağın qabağında özün yandırar. Bəs uşağın qabağında dərin, canlı şəkildə yanır ha, ayata mən filan şey istəyirəm, çörək yemək istəyirəm. O yanğıdan pisdir, o daxili yanğı adamı külə döndərir. Onu bunlar qanı yoxdur, insan deyirlər, bunlar başa düşmür, deyirlər ki, düz eləməyib. İndi özünüz düşünün, bu düz eləyib, düz eləməyib. Bu insan bala fikir, həyat fikirləşir o günə qalandan sonra. Biz hər birimiz o zülümün qarşısında acizik, zülmə məruz qalmışıq. Biz Qarabağ əlləri, vətən yolunda can qoyan oğlanlar bu torpaqda yaşaya bilmir. Bunu birbaşa bizim prezidentimiz bilsin, bizim səsimizə səs versin. Bu bəzi qudurmuş məmurlar
birmənalı şəkildə bunlar qudurublar, əməlli başlı azğınlaşıblar. Bunlar bizi didib parçalayıb yemək istəyir. Biz deyəndə ki, biz Qarabağ əliyik, biz öz haqqımızı istəyirik, biz yaşamaq istəyirik. Bizi istəyirlər ki, yiyib parçalasınlar ki, Qarabağ əliyik sözün eşidən qulağımız eşitməsin. Belə bir insan biz görməyək. Bunlar açıq-aşkar bunu nümayiş elətdirirlər. Bəs sizdə olmaz axı belə. Biz də insanıq, biz döyüşəndə o çol dibində gizlənənlər indi hamısı çıxıb, kişi olub. Ən bərkədən maşınlarda onlar gəzir, evlərdə işlər. Biz də balaca bir də çoğma istəyirik. Biz də balalarımızı yaşadmaq, bizim haqqımız yoxdur. Axı ən böyük haqq bizimdir. Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. Bu misallar çəkirdilər. Amma bu fakt bizim həyatımızda özünü əks elətdirir.